Salam, hər vaxtınız xeyir. Gəlin bugün 9-cu siniflər üçün OTK sınavına düşən sual tiplərinə baxaq. Deməli, 1-ci, 31-ci sualda deyilir ki, iki düz xəttin kəşfəsində alınan bucaqlardan biri digərindən 2,6 dəfə böyük olarsa, alınan bucaqların böyüyünü tap deyəndə, iki düz xəttin kəşfəsinə görə iki bucaq var. Bu bucaqların, deməli, birinin cəmi, hər ikisinin cəmi olmalıdır, bizdə 180 dərəcə olmalıdır. Əgər şərtdə deyilir ki, birinin dərəcə ölçüsü digərindən 2,6 dəfə böyük olarsa, onda biz qeyd etməliyik ki, 1x-dirsə, o zaman digər olmalıdır 2,6x. Və bunların da cəmini qeyd etməliyik 180 dərəcə. O da bərabərdir 180 dərəcə olaraq tənlik qursaq, alarıq ki, 3,6x bərabərdir 180 dərəcə və buradan x bərabərdir 180 bölək 3,6 alarıq. İxtisarlar aparsaq burada, hər tərəfini elə 38 ixtisar aparsaq, daha doğrusu burada 10 qalar, burada isə deməli 1,2 qalar. Daha sonra daha doğrusu 0,2 qalar. 0,2 102-yə bölsə bizə qalar deməli 50. Bucaqlardan biri 50-dirsə, digər böyük bucağı tap deyəndə isə 100-dən də çıxır 50-ni, o da bizə verir 130 dərəcə, yəni A variantı. Daha sonra ikinci sualda bizə çox hədlərə aid belə bir sualdır. Ortaq vuruğu mötərizə xaricinə çıxartmaq lazımdır. Əgər ortaq vuruq varsa, təbii ki də. Baxırıq bu çox həddə hər ikisinin ortaq olan vuruq əslində A çıxaq B, A çıxaq B-dir, düzdürmü? Sadəcə burada B çıxaq A olduğuna görə əks işarə ilə mənfi qabağa atsaq, o zaman alarıq ki, burada mənfi qabağa atsaq, onda alarıq ki, A minus B mötərizə xaricinə çıxarılmış şəkildə, digər mötərizənin içində isə olmalıdır M plus N şəklində. Bu isə bizdə verər hansı variantı? Demək, C variantı. Sonra 33-cü sualda baxırıq ki, əbəba aid belə bir sualdır və baxırıq ki, əbəba aid olan sualda ifadəsinin qiymətini tap deyəndə düşünürük ki, 1 ilə 3 necə ədədlərdir? Ardıcıl və qarşılıqlı sadə ədədlər olduğuna görə ardıcıl tək ədədlərdir. Ardıcıl tək ədədlərin əbəbu isə elə avtomatik bilirik ki, 1-ə bərabərdir, yəni A variantı doğrudur. Daha sonra 34-cü suala baxaq. 34-də deyilməli, verən üçərlisinin ən kiçik qiymətinin tapılma qaydasını deyir. Ən kiçik qiymətinin tapılma qaydası isə bizə birbaşa düstur olaraq n bərabərdir 4ac çıxaq b kvadratı bölək 4a düsturuna görə təyin edilməlidir. Bizə verilən ifadəyə görə a-mız 2-dir, a 2-dir, b-miz isə -8-dir. C-miz isə burada alınır 11. Verilən ifadələr düsturda yerinə nəzərə alsaq, onda alarıq ki, 4 vuraq, 2 vuraq, 4 vuraq, 2, 4 vuraq, 2 vuraq, 11, çıxaq -8-in kvadratı ilə birbaşa yazaq 64, bölək 4 vuraq, 2. Bu da sadələşdirirsək edir 88 çıxaq 64, bölək 4 vuraq 2 də bizə verir 8. Yekunda alaraq ki, bunlar çıxsaq bizdə alınır 24. 24-ü 8-ə bölsə cavab olar 3. Doğrudan da baxaq bu sualda cavab neçə olar? Y variantı. Daha sonra 35 nömrəli suala baxaq. Bizə deyilir ki, ABC bucağında alfa plus beta 90 dərəcə olarsa, AB-ni bizə verib 6 olarsa, AB tərəfindən çəkilən medianın qiymətini deyir tap deyəndə elə baxırıq ki, alfa plus beta 90 isə deməli C bucağında özü avtomatik olaraq 90 dərəcə olmalıdır. Yəni düz bucaq yaranır, düz bucaqlı 3 bucaq və düz bucaqlı 3 bucaqdan biz də bilirik ki, düz məsafəsindən endirilmiş hündürlük əslində elə hündürlük median fərqi yoxdur. Bunların hər biri hipotenuzun yarısı olmalıdır. Yəni o da bizə verir 6 bölək 3 bərabərdir 2. Yəni hansı variant olur onda? AB tərəfindən çəkilən median uzunluğunu deyir tap, o da elə bizə verir 3. Yəni D variantı. Sonra 36-da ən kiçik sadə ədədin əksini tap deyəndə, ən kiçik sadə ədədimiz bilirik ki, cüt ədədlərdən elə 2-dir. 2-nin də əksinə verir bizə elə -2, oradan elə A variantı doğrudur. Sonra baxaq burada. Nömrəli sualda isə çevrədə 50 dərəcə qövsə uyğun daxil çəkmiş bucaq bu birbaşa qaydadır. 50 dərəcə qövsə uyğun çəkilmiş, daxil çəkmiş bucaq elə birbaşa bilirik ki, 50-nin yarısı olmalıdır. O da olur bizə elə C variantı. 38-ci sualda düz bucaq bucağın böyük xətti ilə 4/6 iti bucaqlarının biri 60-sa, bu üç bucağın hipotenuzu tap deyəndə düz bucaq olaraq qeyd eləsək, düz bucaqda əgər böyük katetin 4/6 üstüsə, iti bucaqlarının biri də 60 dərəcə olsa, 60 dərəcə bucaq qarşıdakı katet elə kiçik katetin kök 3 misli olduğuna görə biz onu da elə kiçik katet adlandıra bilərik 4. Əgər bura 60-sa, bura olur 30 dərəcə. 30-un qarşısında duran katet isə elə olmalıdır hipotenuzun yarısı. Əgər yarısı 4 veribsə, deməli hipotenuzum olmalıdır 8, yəni o zaman bizə verir D variantı. Sonra bizə gəlir 39 nömrəli sual. 1 metrin qiyməti 4 manat olan
48 metr parçanın 12-də 7 hissəsi satıldıqda sonra neçə manatlıq parça qaldı deyəndə 1 metrin qiyməti 4 manat olan 48 metr parça dedikdə ilk öncə biz 48 metr parçanın nə qədər ödədiyini tapmaq lazımdır. Bu da verir 12-də 7 hissəsi satıldıqda elə 12-də 7 hissəsini tapaq. İxtisarlar aparsa burada da qalar 4. 4 vuraq 7, 28. 28-ə 4-ə vursaq bizə verir 2, deməli 8, 112 manatlı parça deməli satılıbdır. Nə qədər qaldığını tapmaq üçünsə elə biz sonda 48 vuraq 4, yəni bizdə eləyir 2, 192 manat çıxaq 112 manat. Bu da bizə verir sonunda deməli 80 manatlıq parça qalır. Yəni D variantı doğrudur. 40 nömrəli sualda verilib ki, ABC bir-birinə fərqli natural ədədlərdir və bunların hasili 11 olarsa, B plus C plus bölək A plus B ifadəsinin qiymətini tap deyəndə biz də düşünürük ki, hansı ədədlərin hasili 11 verər? Elə 11 ilə 1-in. Onda kiçik ədədi biz bərabər etməliyik 1-ə, yəni A minus 2 bərabərdir 1 götürsək, onda bərabərdir 3 alınır. Və digər ifadə olan A üstə gələk, B üstə gələk, C-ni də bərabər etməliyik 11-ə. A-nın qiymətini yerinə elə qoysaq, onda alarıq ki, B üstə gələk, C bərabərdir 11 çıxaq 3, yəni 8-ə bərabərdir. İndi bizə də birbaşa B plus C bölək, yəni bu ifadənin A plus 1-ə nisbətindir tap. B plus C onsuz bizə 8-dirsə, A plus 1 də A-nın qiyməti bizə məlumdur. 3 üstə gələk 1-dirsə, yəni 4 verir. 8-in də 4-ün nisbəti olmalıdır 2. Yəni burada doğru cavab olmalıdır. C variantı. 41-ci sualda isə elə birbaşa olaraq baxsaq. 41-ci sualda ilə ifadənin qiyməti, yəni primitiv suallardan yenə biridir. Mənfi 2-nin kvadratı ilə birbaşa bilirik ki, 4-dür. Mənfi 3-ün kubu isə bizə verir mənfi 27 mənfi olaraq qeyd edirsən. 4-ün kubu isə 64-dür. Qabağına da mənfi olmalıdır. Mənfi 64 olaraq qeyd edirsən. İkisi də mənfi, burada mənfi 23 edir. Mənfi 23-dən də 64 çıxsa, hər ikisi mənfi olduğuna görə toplanmaq lazımdır. Bu da bizə verir mənfi 87. Doğru cavab olur o zaman C variantı. Daha sonra digər 42 nömrəli suala baxsaq, 42 nömrəli sualda baxırıq, çoxluqlar mövzusudur. Çoxluqlarda verilən işləm hissəyə uyğun elementlərin cəmidir tap. Baxırıq ki, bu sualda A, B, C elementlərin nəyi olmalıdır? Hər ikisinin də kəsişməsi olmalıdır. Kəsişməsi olduğuna görə baxmalıyıq ki, hər bir üç çoxluqda hansı element ortaqdır? Bu da avtomatik olaraq baxırıq ki, 7 hər ikisində ortaqdır. Sonra baxırıq ki, hər ikisində ortaq olan 9-dur. Daha sonra hər ikisində ortaq olan element 12-dir. Sadəcə bu ədədlərin cəmini soruşur bizdən. Deməli, bunları toplasaq bizə verir 16. 16 üzrə 12 gələndə bizə verər 28. Doğru cavab olar C variantı. Daha sonra keçək 43-cü sualda davam etsək. Baxarıq ki, burada modul olan ifadələrdə bilirik ki, doğrudan da cavab hər zaman müsbət olmalıdır. Sadəcə mənfisiz olaraq açsaq, bizə alınır ki, 3,6 vuraq 7,2 bölə 5,4 vuraq 1,2 olaraq. Burada hər tərəfindən ixtisar aparırıq. Hər tərəfindən ixtisar aparsaq, 5,4-dən 7,2-nin hər tərəfini 9-a aparmaq ixtiyarım var. 0,9-a bölsək daha yaxşı olar. Burada qalar 8, burada qalar 6. 1,2 ilə 3,6, 1,2-ni ixtisar aparsaq, burada qalar 1, burada qalar 3. 3,6 ixtisar olunlar, qalar 2. 2 ilə də 8 gedər, qalar cavab 4, B variantı. Daha sonra 44 nömrəli suala baxaq. 44-cü sualda baxırıq ki, müsbət ədədin 80%, bu ədədin 0,116 hissəsini neçə dəfə böyükdür deyəndə 80% əslində biz kəsr kimi göstərsək 0,8 kimi götürə bilərik. Və deyir bu 0,8 0,116-dan neçə dəfə böyükdür deyəndə sadəcə bölmək lazımdır. Hər tərəfindən elə 100-ə vursaq 80 bölək 16 aralıqdır. Hər tərəfindən elə ixtisar apara bilərik 16-ya. Cavabda qalar sadəcə 5, yəni o da olur Y variantı doğrudur. 45-ci sualda isə bizə veribdir, cəmi veribdir və ifadəsi qiymətini tap deyəndə ilk öncə ən yaxşısı bu mötərizəni vurub açmaqdır. Mötərizəni vurub açanda alırıq 3A üstə gələk, 3B-ni vururuq 3B, üstə gələk 3-ü vururuq 2-yə, o da bizə verir 6 və hər ikisini ortaq olaraq görürük ki, üstdürsə, mötərizə xaricə tutulacaq, o da deyir A üstə gələk B, üstə gələk 6, A üstə gələk B özü qiyməti 4-dürsə, deməli 3-ü 4-ə vurmalısan 12, üstə gələk 6, yəni 18, o da bizə verir doğru cavab C variantı. İfadənin qiymətinin tapılma qaydasına bir sual var. Deməli, burada 27-nin kubu vuraq 8 üstü 10 bölü 6 üstü 8 vuraq 16 üstü 6 olmalıdır səhv etmirəmsə. Deməli, burada 27 yaza bilərik biz 3-ün kubu şəklində vuraq. 8 də 2-nin kubu şəklində yazsaq, üstündə dərəcə olaraq 10 qeyd olunur. Bölək.
Sonra burada 6 üstü 8 olduğuna göre 6-nı yaza bilərik. 2 üstü 8 vuraq. 3 üstü 8 kimi, hasil kimi yaza mümkündür. Vuraq. 16-nı da yaza bilərik. 2 üstü 4. Üstünə nə var bizdə? 6-cı dərəcədə. Tam sadələşdirsək, alaraq 3 üstü 3 vuraq. 2 üstü burada olmalıdır. Daha sonra burada səhvlik etdim. Burada 9 olmalıdır. 3 3-ə vurmasan 9 eləyir. Burada isə bizə verir 2 üstü 30 bölək. 2 üstü 8 yaza bilərik. 3 üstü 8 elə olduğu kimi qalar. 2-ni də tam sadələşdirsə 4-ü 6-ya vuraraq bizə verər 24 şəklində. İxtisara apara bilərik. 9-dan 3-dən 8-dən 3 ixtisara aparsaq qala bir dənə 3-müz. 2 üstü 30-dan 2 üstü 24-ü də ixtisara apara bilərik. Burada qala 2 üstü 6. Və bunda 2 üstü 6 ilə də 2 üstü 8 ixtisara apara bilərik. Qala 2-nin kvadratı. Və yekunda alarıq biz bir də 3 bölək 4. Bu da yəni 4-də 100. Ya bunu kəsr kimi yaza bilərsiniz, ya da onluq kəsr kimi də qeyd etmək mümkündür. Daha sonra keçək 48 nömrəli sualda bizə nə deyir? Bir hərlisinin dərəcəsi əmsalının neçə dəfə böyükdür deyəndə, bir həddinin dərəcəsi deyəndə, biz bir hədlər mövzusunu bilirik ki, dərəcə deyəndə üslər toplanılmalıdır mütləq şəkildə. Yəni 5-dən 9-u toplayırsınız, bu da bizə verir 14. Əmsal isə dəyişənin qarşısında duran ifadədir, yəni 3-də 2-dir. Dərəcəsi əmsalının neçə dəfə böyükdür deyəndə, əmsalın neçə dəfə böyük olması üçün 14-ü bölməlisiz əslində 3-də 2-yə, bir ədədin digər neçə dəfə böyük olduğunu tapmaq üçün bölmək lazımdır. Kəsrlər kimi düşünsək, birinci olduğu kimi qalır, ikinci isə tərsinə çeviririk, ixtisar apara bilərik. Bu qalır 7 vuraq 3, yəni 21 doğru cavab olar. Daha sonra 49 nömrəli sualda bizdə ardıcıl natural ədədlər üçün A bölək B nisbət 2 bölək 5-dir, B bölək C nisbəti 1 bölək 4 olarsa, cəminin ən kiçik qiymətini adətən belə bir suallarda A-nı məsələn götürə bilərik 2K, B-ni isə burada götürərik 5K. Yəni A 2K-dır. Birinci tənasübə görə B isə olar 5K. Bu tənasübə görə isə B-miz burada 1K-dır. C-miz isə bizə 4K-dır. Baxırıq ki, hər ikisindən B ortaq olduğuna görə B-nin qiymətləri eyni olması üçün hər tərəfi bu ifadəni 5-ə vururuq. 5-ə vursaq, demək nə alınır burada? Elə 5K alınır burada, burada isə alınır 20K. Və bu ifadələri cəminin ən kiçik qiyməti tap deyəndə sadəcə toplaya bilərik burada. Əslində, yəni 2K üstə gələ 5K üstə gələ 20K kimi götürsə, yəni orada yekunda cavab olar 27K. Ən kiçik qiymət olaraq 27-ni götürə bilərik. Daha sonra bizə gəlir 50 nömrəli sual, çevrə aid belə bir sual verilib. 50 nömrəli sualda baxaq görək. Mərkəzi O nöqtəsində olan çevrənin AB vətəri CD vətərinə konqruentdir, yəni bərabərdir. AM göstərin uzunluğu A ilə götürülür. C-ində göstərin dərəcə üzrü B ilə qeyd olunub. Və şərtdə verib ki, 2A üstə gələ 3B çıxar 2 ifadəsinin qiyməti tap deyəndə, biz bu çevrə mövzusundan bilirik ki, əgər göstər bərabərsə, deməli, onların əmələ gətirdiyi, gəldiyi vətərlər də bərabər olmalıdır. Vətərlər bərabər olduğuna görə avtomatik qeyd edə bilərik ki, AB-yə bərabərdir. Verən ifadədə nəzərə alsaq, məsələn, 2A üstə gələ 3A kimi qeyd edə bilərik. Bölək 3A çıxaq 2A kimi. Sadələşdirsə yuxarıda qalar 5A, aşağıda isə qalar bizdə sadəcə A. Alar da gedər, sadəcə qalar bizdə cavab 5.